Bəlkə də indi mən biraz bizim Azərbaycanlarımızın dediklərimiz xoşuna gəlməyəcək. Amma bunu məcburam ki, deyim, reallığı deyim ki, Alman sərnişinlərin mədəniyyəti həddindən artıq üstündür. Sənə o qədər dəyər verirlər ki, işindən ona görə zövq alırsan. Mən orada işləməmişəm, amma indi uşaqlığımız, gəncliyimiz orada keçib deyə avtobus sürücülərinə qarşı davranışları görmüşük də bəzi hallarda. Amma burada həddindən artıq çox yüksəkdir. Mən ona görə də vurğulayıram ki, burada işləyirsən, bu avtobus sürücüsü işlədiyin zaman sərnişinlərin sənə qoyduğu hörməti özündə belə mükafatlandırırsan. Almaniyada belədir ki, insanları vaxtında ünvana çatdırmalısan. Ona görə də mən sənə bayaqlarını göstərdim, svetoforların açılışı, bəzi hallarda yolların tıxaçları bir balaca sənə çətinlik yaradır, amma çox yox. Deyərdim ki, çox yaratmır. Sərnişinlərdə də olur ki, məsələn, hər şeyə diqqət eləmək lazımdır. Çünki adi bir əyləcə, biraz sərt əyləcə bastığında başlayırlar sərnişinlər sənə irad bildirməyə, narahatçılıq göstərirlər. Ondan əlavə deyərdim ki, üçünü də götürərdim də. Yəni birini götürüb deməzdim ki, bu bundan üstündür. Üçü də bir-birini elə ki, təmizləyir. Yəni bir sözlə Alman dəqiqliyi mütləq. Bəli, mütləqdir. Burada dəqiqəsi ilə, saniyəsi ilə çatdırmalısan. Nə tez yerə bilərsən, nə gec yerə bilərsən.